yay günlərindən bezib Quba şəhərinə komanda ilə birlikdə 3 gün vaxt keçirtmək üçün yollandıq. Hava isti olsa da Qubada hava sərin idi və 3 gün əyləncə dolu, çox maraqlı oyunlar, öyrənmək, əylənmək dolu bir günlər keçirdik. Günlərimizi qısaca olaraq sizinlə paylaşmaq istəyirəm. İlk gün maraqlı oyunlar oynadıq. Çatan kimi yeməyimizi yeyib, daha sonra isə otaqlarımıza getdik. Daha sonra əyləncə dolu anlar yaşadıq birlikdə. Həqiqətən də, yəni ürəkdən bu qədər güldüyüm son zamanımı xatırlamırdım. Qızların hər birisinə təşəkkürlərimi bildirirəm burada aktiv iştirakları üçün. Axşam yeməyinə yollandıq və həmən ardınca ocaq başı elədik və təbii ki, mafiya oynadıq. İlk günümüz belə bitdi. İkinci gün bizim üçün daha maraqlı idi, çünki Quba rayonunda tədbir planlaşdırmışdıq. Tədbirimiz çox gözəl keçdi, maraqlı qonaqlarımız var idi və tədbirimizin həmən ardınca bizim liderimiz Çingiz Qurbanlı bizlər üçün bir təlim verdi. Təlim çox maraqlı və əyləncəli oldu. Və həmən ardınca təbii ki, bizim şou proqramımız başladı. Ərəb şeyxləri və mafiya oyunu ilə günü bitirdik.